Ha. Salam. İki Dəstəkçi Qrupu, Zəfər TV izləyiciləri, Şəhidim TV izləyiciləri, İki Dəstəkçi TV izləyiciləri, hər kəs salam veririk və qeyd etmək istəyirik ki, bugün biz Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda Çaltaq kəndində şəhid Gülməmmədov Amin Maisoğlu'nun ziyarətinə gəlmişik və qeyd etmək istəyirəm ki, bu kənd bir neçə şəhid verib və eyni ilə baş leytenant bizim şəhid qardaşımız Xodavənd istiqamətində 706 saylı hərbi hissənin zabitidir və xidməti dövründə Öncəpədə döyüş tapşırığını qəhrəmancasına yerinə yetirərkən şəhidlik zirvəsinə ucalıb. Allah bütün şəhidlərimizin məkanı cənnət olsun eləsin və buradan İctimai Birliyimizin 52 mindən çox şəxsiyyətimizin adından və xalqımızın adından şəhidlərimizə salam olsun deyirik. Çünki şəhidlər ölməz, vətən bölünməz, şəhidin zirvəsi Uca Allahın dərgahındadır. Ona görə biz şəhidə salam göndəririk ki, şəhidlərin zirvəsi Uca Allahın zirvəsindədir. Və qeyd etmək istəyirəm ki, hazırki vəziyyətdə biz Amir qardaşımızın ev muzeyində ziyarətdəyik və bu ev muzeyində ziyarətdə onun müxtəlif xatirəli şəkilləri və mən nəzər yetirərkən onun burada dövlət başçısı tərəfindən imzalanmış demək medalını gördüm, rəsmi medallarını nəzər yetdim və ona uyğun olaraq uşaqlıq xatirəsindən tutmuş böyüyə qədər sevdiyi bəzi xatirə əşyaları var və mən buradan qeyd etmək istəyirəm ki, Gülməmmədov Amilin hazırki vəziyyətdə Xodavəndin azad olunması uğrunda demək medala layiq görülüb. İkinci medalı vətən uğrunda medalına layiq görülüb. Üçüncü medalı cəsur döyüşçü medalına layiq görülüb. Və bizim zabitimiz, əziz qardaşımız Amil göründüyü kimi və bu mənzərədə gördüyünüz yaxından bizim operatorumuz çəkəcək təqdim olunan dövlət başçısının imzası ilə verilən medallardır. Və Amir qardaşımızın digər xatirəsi burada həkk edilir. Əl telefonundan tutmuş və digər əşyalarına qədər. Onu da deyim ki, bütün uşağın seçilib. Şəhidimizin müharibədən sonra bizə gələn tək yadigarı bu telefondur. Telefonun üstündə öz qanun öz şəxsi telefonunun qanı var. Öz qanı var. Allah məkanı cənnət etsin. Bir dənə gələn budur. Ona görə ki, Balıqxanlı istiqamətində ermənilərlə üzrə posta xidmət edirdi. Bunların qaldığı yerdə ilk vurulan elə bunların yeri olub, bu əşyalarla heç nə bizim yerə gəlib çatmır. Və mən sizin nəzərinizə çatmaq istəyirəm ki, Amilin tutduğu mövqeyi 27 sentyabrda mən o ərazini çox dəqiq və gözəl Qarabağ zonasını dəqiq və gözəl bilirəm və bayaq da qeyd etdim ki, 5 ilə yaxın mən o bölgələrdə xidmətdə olmuşam və Alxanlı postu deyilən yer Öncəpə sahili. 94-ün may ayının 12-sindən ta vətən müharibəsinə qədər Öncəpədir. Və bildiyiniz kimi orada vallar olub. Elə bir vallar vardı, elə bir posta vardı, kilometrlərindən texnika ilə hərəkət edirdi. Yəni, qarşı tərəfin texnikası, qarşı tərəf 30 il orada o şəraiti yaratmışdı ki, və ona görə də hesab ediblər ki, heç vaxt o həmən postu deyirdilər də orada qarşısında yarılmayacaq. Amma Amil kimi bizim igid qardaşlarımız o postu darmadağın etdi və onunla da 44 gün müddətində
şəhidlərimiz də və qazilərimiz də, bizimlə çiyin-çiyinə döyüşən müharibə veteranlarımız da 44 gün müddətində bu xalqa zəfər qazandırdılar. Bu xalqın 20% torpağını işğaldan azad etdilər və bütün dünyaya bəyan etdilər ki, Azərbaycanın qeyrətli oğlanları bu cür olur. Və mən sadəcə olaraq bugün istəyərdim ki, bizim amirim gündəlik geyim formasını təkədir. Baş leytenant formasıdır. Zabit geyimidir. Və bu çəkilişləri biz etməkdə məqsədimiz oldu ki, hazırda bu şəhidimizin xatirəsinin uzalması ilə bağlı buna bizim həm Zəfər TV-mizdə, həm İgidəstə TV-sində, həm də Şəhidim TV-sində yayınlanacaq. Və qeyd etmək istəyirəm ki, belə bizim Zəfər TV-nin də demək, təsisçi, rəhbəri Məhrəm Əliyevdir, Naxçıvan Muxtar Respublikası şəhərinin özündəndir. İndi əlaqə saxlayacaq Məhrəm müəllimlə. Və burada bir məsələ aydınlıq gətirmək istəyirəm mən. Mən belə başa düşdüm ki, amir kadrın zabit olurlar. Elə ilk gündən döyüş bölgəsində olur. İlk gündən döyüşdə olub, sentyabrın 27-sindən döyüş